Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində Kərbəla vaqiəsinə və Məhərrəm ayına həsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbəla ümumbəşəri fenomendir. Qonaqlarımız isə ilahiyyatçı Təbriz Qasımov. Təbriz bəy, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun dəvət üçün. Digər qonağımız isə Əhl-i-Beyt məddahı Araz Ərəblidir. Araz bəy, siz də xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirik dəvət üçün, Allah razı olsun. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizi ayrı-ayrılığında minnətdarlığımızı bildiririk, var olasınız. Təbriz bəy, Kərbəla vaqiəsi ümumiyyətlə Məhərrəmli İmam Hüseyn əleyhissalamın vaqiəsi, faciəsi həqiqətən də səhifələndikcə səhifələnir. Hansı yöndən yanaşsaq, həqiqətən də orada biz potensial görürük ki, izah gətirək və yaxud da ki, fəhm eləyək. Bu gün istərdik bir ümumbəşəri cəhətdən yanaşaq. Kərbəla vaqiəsi dedikdə, əlbəttə ki, zehnə ilk gələn din faktoru olur. Amma din faktorunu kənara qoysaq, ümumiyyətlə ümumbəşəri cəhətdən baxsaq, biz Kərbəla vaqiəsində hansı mesajları görə bilərik hamımız üçün? Ümumiyyətlə, bu tək Kərbəla vaqiəsinə məxsus deyil. Quran-ı Kərimin özünə də baxanda, görək ki, Quran-ı Kərimin ümumiyyətlə təbliğ elədiyi və ya bəşəriyyətə təqdim elədiyi mesajlar, onlar təkcə qeybdən gələn və belə deyək, dindaxili mesajlar deyil. Orada çoxlu sayda ümumbəşəri mesajlar da var. Hansı ki, o mesajlar sırf dini cəmiyyətə, dini autoriyaya məxsus deyil. Ona görə Quranın mesajları təkcə dini cəmiyyəni deyil, ümumiyyətlə insanlığı maraqlandıran müəyyən mesajlarla doludur. Və bu da təbii ki, Quranı hədislərdə də qeyd olunduğu kimi daim tarix boyu aktual edir. Nəyə görə? Çünki o mesajlar hansısa bir dövrə, zamana məxsus deyil. Onu istənilən dövrdə açıb oxuyanda insan ondan özü üçün lazım olan o mesajı, payı ala bilir. Deməli, Kərbəla hadisəsində də bu var. Yəni, Kərbəla hadisəsində tutalım bir, o dini camiyyəyə, dini autoriyaya müxatab olunacaq, xitab olunacaq müəyyən mesajlar var. Tutalım, insan-Allah münasibəti. Məsələn, irfani məsələlər. Bunlar, belə deyək, dini camiyyəni daha çox maraqlandıran məsələlərdir. Amma Allahın varlığına inanmayan bir insan üçün bu mövzu ola bilər, aktual olmasın. Məsələn, İmam Hüseyn əleyhissalam o şəhid olmamışdan qabaq, Təsua gecəsi, orada ətrafına etdiyi tövsiyələr, sonra dini çağırışlar, ibadətlər, münacatlar, bunlar dini autoriyanı daha çox maraqlandıran məsələlərdir. Amma Kərbəla hadisəsi təkcə bunlardan ibarət deyil. Orada bir də ümumbəşəri mesajlar var. Hansı ki, o təkcə dini camiyyəni maraqlandırmır, o bütün insanları maraqlandırır. Dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün insanları maraqlandırır. Mən istəyirəm Quranla paralel apararaq bu məsələni qeyd edim. Deməli, Quranın çağırışları, Quran ümumiyyətlə çağırışlarını əsasən iki qismə bölə bilərik. Bir, insan-Allah münasibətləri. Bu bizim risalələrimizdə də var. Görürsünüz, risalənin birinci hissəsi adətən ibadət bölümüdür. Orada insan-Allah münasibətləri daha çox tənzimlənir. Bir də sosial məsələlər var. Hansı ki, burada insan-insan münasibətləri tənzimlənir. Bəli, buna dini kontekstdən baxanda insan-insan münasibəti də nəticədə gedir insan-Allah münasibətinə. Bu, orada bir-birindən calaşır. Nəyə görə? Çünki insanın insanla, insanın təbiətlə, insanın digər canlılarla münasibətinin hamısının kökündə dində Allah faktoru dayanır, tövhid faktoru dayanır. Ona görə bizim insana baxışımızla bir materialistin tutalım insana baxışı təbii ki, eyni ola bilməz. Biz insana Allahın yaratdığı və Allahın sifətlərinin təcəllası ünvanında baxırıq. Amma digəri tutalım hansısa bir proses, təbii prosesin nəticəsi kimi baxa bilər ki, orada Allah faktoru yoxdur. Orada hansısa bir kamillik sifətlərinin təcəllası yoxdur. Ona görə burada insan-insan münasibətlərdə nəticədə qayıdır Allah-insan münasibətinə. Amma yenə dediyim kimi Qurana baxanda görürük ki, burada bir insan-Allah münasibəti var, bir də insan-insan münasibəti var. Cəmiyyəti maraqlandıran, cəmiyyətin müqəddəratını həll edən münasibətlər var. Quranın o sosial məsələlərdə xüsusilə vurğuladığı, çağırış elədiyi bir məsələ var, ədalət məsələsi. O bir alimin bir çox gözəl sözü var, çox xoşuma gəlir o söz, deyir, dövlətin imanı ədalətdir. Dövlətin əgər ədaləti varsa, o imanlı dövlətdir. Dövlətin əgər ədaləti yoxsa, o imansız dövlətdir. Gözəl bir bənzətmədir. Amma bu bənzətmə də olsa, çox gözəl burada onun alt qatında yatan bir məna var. Yəni, cəmiyyətin rifahı üçün, insanların rifahı üçün ədalət faktoru çox önəmlidir. Deməli, Quran-ı Kərim nə deyir? Quran-ı Kərim burada
insan faktoruna da xüsusi önəm verir. Yəni Quran gəlir insanlara demir ki, tutalım ədaləti mən gəlib bərpa edəcəm, ədaləti qeybdən endirəcəm, səmadan endirəcəm. Bəzi məsələlər var ki, orada insan faktoru artıq acizdir. Məsələn, qeybdən xəbər, səmavi kitab. İnsan necə Allah'a ibadət eləsin? Onu insan sırf ağlı ilə tapa bilməz. Namaz kimi, oruc kimi və digər ibadətlər kimi bunlar təbii ki, insan tək öz ağlı ilə bilə bilməz. Bunun üçün Tanrının müdaxiləsinə, Allahın müdaxiləsinə ehtiyac var. Bir elçiyə ehtiyac var ki, o elçi gəlsin, Allahdan aldığı o mesajı bizə çatdırsın. Amma bəzi məsələlər var ki, burada yəni insanın bacarığı çox önəmlidir. Yəni cəmiyyətdə ədalətin bərpası. Məsələn, bu fədakarlıq istəyən bir şeydir, bu əzmkarlıq istəyən bir şeydir, bu təlaş istəyən bir şeydir. Buna artıq qeybdən köməyə ehtiyac yoxdur. Bəli, sən müəyyən detalları öyrənə bilərsən, səmavi kitabda müəyyən detalları öyrənə bilərsən, amma əsas müqəddəratı təyin edən kimdir? İnsan özüdür. Ona görə Quran-Kərim bu ayə, həmişə mən bunu qeyd edirəm, həmişə bu mövzu gələndə qeyd edirəm. Allah nə deyir? Deyir, insanlar ədaləti bərpa etməlidir. Liyəqumən nasu bil qist. İnsan gərək ədaləti neynəsin? Bərpa eləsin. İmam Hüseynin çağırışlarında da bu var. Məsələn, adətən bu Kərbala hadisəsinə yanaşmalar bəzən fərqli olur axı. İnsan gəlir, məsələn, Quran-Kərimdə də o cürdür, Peyğəmbərin hədisləri də o cürdür. İstənilən hadisə bu cürdür. Yəni, bir mətn var ortada, bir hadisə var, o rəngarəngdir, fərqli-fərqli yönləri var. Bir insan gəlir, onu bir yönlü qabardır. Başqası gəlir, başqa yönlü qabardır. Görürsünüz, məsələn, Şəhid Mütəhərin də Allah rəhmət eləsin, onun da çıxışlarında bu var. Şəhid Mütəhər həmişə etiraz eləyirdi, belə təəssüfləndirdi ki, tarix boyu insanlar daha çox o Kərbalanın o məzlumiyyət yönünü qabardıblar. Ki, öldülər, şəhid oldular, əziyyət gördülər, sürgün edildilər və s. və s. və s. Bəli, bunlar doğrudur. Amma Kərbala hadisəsi təkcə bunlardan ibarət deyil, təkcə bunları qabartmaq olmaz. Aydın sanki indi müasir dövrdə də var da, hansısa bir xalq məsələn, çox ciddi bir soyqırma məruz qalır və hər il onu qeyd edirlər ki, bizə əziyyət olunubdur, bizə zülm olunubdur və s. və s. Amma Kərbala təkcə bu hadisə deyil. Kərbalanın o yönü olduğu üçün bir də qəhrəmanlıq yönü var. İnsanlığa dərs keçməsi gerəkən müəyyən nüanslar var ki, onları biz nə etməliyik, qeyd eləməliyik. O nədir? O bayaq dediyiniz kimi, o ümumbəşəri faktorlardır. Məsələn, imam çıxır, etiraz edir. Deyir ki, məsələn, mənim kimisi Yezid kimisinə beyət eləməz. Baxın, demir, mən Yezidə beyət eləmərəm. Deyir, mənim kimisi Yezid kimisinə. Qayda qoyur. Yəni, necə ki, Quranın ayələrində biz bunu görürük. Məsələn, Quran gəlir deyir ki, düşmənə qarşı yəhərlənmiş atlardan istifadə edin. Düzdür. Əgər biz buna sırf mətnin zahirini götürsək, bu tarixi bir mesajdır. Niyə? Çünki indi at aktual məsələ deyil. Heç kim atdan istifadə eləmir. Amma biz o mətnin altında yatan mesajı oxusaq ki, məsələn, o dövrdə at əsas güc vasitəsi idi. Yəni, Quran insanı nəyə təşviq edir? Güclənin, gücdən istifadə edin ki, düşmənə qarşı əlinizdə bir silah olsun. Əgər biz o mesajı alsaq, o zaman onu müasir texnikaya və texnologiyaya tətbiq edə bilərik. Quranın və İmam Hüseynin də hərəkatında bu var. İmam deyir, mənim kimisi onun kimisinə beyət eləməz. Burada bir qayda var. Bayaq dediyim ayə kimi qayda var. Mənim kimisi. Yəni, mənim kimisi kimdir? O insan ki, haqqın tərəfdarıdır, zülmə qarşıdır, ədaləti yer üzündə bərqərar etmək istəyir. İmam burada bir formul qeyd elədi, bir qayda qeyd elədi. Dedi, ədalət sevən insan, haqq sevər insan nə etməlidir? Zalimin müqabilində, fasik insanın müqabilində, yer üzündə fitnə fəsad törədən insan müqabilində dik durmalıdır. O nə etməlidir? Ona tabi olmamalıdır. Baxın, bu sırf dini bir məsələ deyil. Bu sırf dini bir məsələ deyil. Nəyə görə? Çünki bu işi görən tarix boyu çoxlu insanlar olubdur. Hansı ki, onlar bəzən heç bir dini mənsubiyyəti də olmayıbdır. Bəzən bu insanların dini mənsubiyyəti də olmayıbdır. Məsələn, bugün mən elə bir kitabla əlaqəli bir şəxsin həyatını oxuyurdum. Bhagat Singh adlı bir şəxs olub. Bu Hindistanlı bir inqilabçıdır. Bu insan Allah'a inanmayıb, ateist olubdur. Amma İngilis müstəmləkəçiliyi qarşısında o möhkəm bir duruşu olan bir insan olubdur. Və adam, yəni, azadlıq simvoluna çevrilibdir. Kitabda qeyd edirdim, deməli, məclisə, parlamentə simvolik cinə bomba atır. Və yanında da broşuralar. O broşuralarda bunu qeyd edir. Siz insanları öldürə bilərsiniz, amma insanların fikrini öldürə bilməzsiniz. Çox maraqlıdır. Yəni, bu insan hətta inançlı bir insan deyil, amma burada nə var? Bir mübarizə əzmi var, bir azadlıq istəyi var. Ona görə imamın bu mesajlarında, baxın, mesajlar ya sözlü ola bilər,
ya əməli praktik ola bilər. İmam bəzi mesajlarını sözlə çatdırır, bəzi mesajlarını da nə ilə çatdırır? Davranışları ilə çatdırır. İmamın həm sözündə, həm davranışlarında olan bu mesaj bizə nəyi göstərir? Bizə onu göstərir ki, Kərbəla hadisəsində insanlara verilməsi gərəkən, insanlara təbliğ edilməsi gərəkən ən böyük mesajlardan biri də sosial məsələlərdir. Haqsızlığa qarşı durmaq, ədalətsizliyə qarşı durmaq və haqqı, ədaləti cəmiyyətdə bərpa etmək üçün insan nə etməlidir? Maksimum əlindən gələni etməlidir. Yeri gələndə İmam Hüseyn kimi canından keçməlidir, malından keçməlidir, ən sevdiklərindən keçməlidir. Bu, Kərbəla hadisəsində bizim diqqət etməli gərəkən ümumbəşəri bir mesajdır. Çox təşəkkür edirik sizə bu təfərrüata görə. Bəs elə məsələnin digər tərəfində onda istərdik ələ alaq ki, bəs sırf dini cəhətdən yanaşmaq nə qədər doğrudur? Çünki yanaşma var bu cür. Sırf dini cəhətdən mən yanaşmanın əleyhinəyəm, sadəcə olaraq. Orada dini cəhətdən də ala biləcəyimiz kifayət qədər dərslər var. Məsələn, tutalım, biz indi Kərbəla hadisəsindən danışanda Kərbəlada bir eşq məktəbi, bir obrazı yaradılır. Mən bundan qismən razıyam, qismən yox. Nəyə görə? Çünki İmam Kərbəlaya eşq dərsi keçmək üçün getməmişdi. Amma orada o verəcəyi dərsin müqəddiməsi üçün o eşq lazım idi. Yəni, bunlar çox önəmlidir. Məsələn, tutalım, insan gedir müharibəyə, məqsədi nədir? Düşmənin üzərində qalib gəlmək. Orada eşq dərsi keçməyə getməyib. Amma o prosesdə sən eşq göstərməlisən. Yəni, var əsas hədəf, var köməkçi hədəf. Ona görə, əgər biz Kərbəlaya bu cəhətdən baxsa, çünki bəzən bunu da deyim də, yanlış anlaşılmasın. Nəyə görə qismən razıyam, nəyə görə qismən razı deyiləm. Çünki bəzən Kərbəlada elə bir təsvir yaradılır ki, sanki imamın işi gücü ancaq orada nədir? İrfan dərsi keçmək idi, orada eşq dərsi keçmək idi və insanlar Kərbəlaya deyəndə ancaq ağlarına o eşq məktəbi gəlir. Bəli. Və o biri hədəf yaddan çıxır. Amma elə deyil. İmamın məqsədi nə idi? İmamın məqsədi orada sosial bir haqsızlığın qarşısını almaq idi. Amma o sosial haqsızlığın qarşısını almaq iki cürdür. Bir var, sən bunun içərisinə eşq də qatasan, bunun içərisinə irfan qatasan, bunun içərisinə Allahı qatasan, tövhidi qatasan, dini qatasan, bu daha perspektivlidir, daha təsirlidir, daha belə deyək, mesaj dairəsi, miqyası daha genişdir. Bir də var, sırf ancaq o hədəfə köklənirsən və müsbət heç bir insani dəyərlər qatmayasan. Baxın, bunlar fərqli şeylərdir. Ona görə Kərbəla hadisəsində bir əsas hədəf var, sosial məsələlər, ədalətsizlik, imamın haqq üçün mübarizə aparması, bu yolda canından keçməsi. Amma bu ki, fədakarlıq deyil, burada irfan var, bəli, burada eşq var. Çünki kim fədakar ola bilər, kim bu hər şeyindən keçə bilər, o insan hər şeyindən keçə bilər ki, onun dəyərləri olsun. Bəli. Bu dəyərlər bəzən din kontekstində ola bilər, bəzən hətta bir insan dinsiz olsa belə, yenə də dəyərlərə inanmalıdır. Çünki dəyərlərə inanmayan insan heç o fədakarlıq eləməz. Təsəvvür edin, bir insan super egoistdir. Yəni, bu heç bir dəyərə inanmır. Bunun üçün insanlıq deyilən bir şey yoxdur, fədakarlıq deyilən bir şey yoxdur. Bu şeylərin heç bir mənası yoxdur bunun üçün. Ancaq o insan öz şəxsinə köklənib. Bu insan heç vaxt fədakarlıq eləməz. Bu insan heç vaxt nəyinnənsə keçməz. Baxın, nəyinnənsə keçən insanlar dəyərlərə inanan insanlardır. İndi onun mərtəbələri var. Bir insan var ki, bunu tövhid mərkəzli eləyir, bir insan var ki, tövhid mərkəzli eləmir. Onlar təfərrüatdır. Amma İmam Hüseynin hərəkatında biz bu dəyərləri görə bilirik. Yəni, imam, təsəvvür edin, imam oraya tək də gedə bilərdi. Və ya imam razılaşa da bilərdi. Necə ki, Peyğəmbərə bu təkliflər olmuşdu ki, Peyğəmbərə dedilər, sənə Məkkədə şərait yaradaq, Məkkəni rəis eləyək, Məkkənin ən gözəl qızını sənin üçün alaq. Çox, yəni, bizim işimizə qarışma. Peyğəmbər razılaşıb, belə deyək də, yəni gizlin-gizlinə təbliğat eləyə bilərdi, amma Peyğəmbər konkret idi. Dedi, yox, sağ əlimə nəm günəşi, sol əlimə ay versəz, ya da mən bu işdən çəkinmərəm. Baxın, bu fədakarlıq dəyər istəyir, dəyər anlayışı istəyir. İmam Hüseyin də o cür. Ya razılaşa bilərdi, ya ən azı özü gedə bilərdi. İmam dedi, yox, təkcə mən getməyəcəm, mənim ailəm də gedəcək, övladlarım da gedəcək, yaxınlarım da gedəcək. Yəni, təsəvvür edin, körpə 6 aylıq bir uşaq. İmam onu fəda verəcək qədər nə idi? Bu dəyər anlayışına sahibidir. Bu, yəni, böyük bir dərsdir, böyük bir məktəbdir, yəni. Həqiqətən. Çox təşəkkür edirik sizə bu təfərrüata görə. Həqiqətən də inanırıq ki, tamaşaçılarımız üçün bu anda çox faydalı olacaq. Minnətdarıq sizə. Araz bəy, istərdik sözü sizə verək, sizin ifanızı dinləyək, lütfən. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ya Hüseyin ləblərine Saqı-i Kovsər yaraşayar.
kesilen ellerine perçemi mehşer yaraşar. Demirəm qoy ayağın gözlərimin üstə ağa. Ayağın altına baş qoymağa əkbər yaraşar. Nə rəvadır sinəvin üstə qoya şimrayağın. O gözəl sinəyə vallah Əli əsğər yaraşar. Mən kiməm, mən nəçiyəm, adıma nökər deyələr. Sən kimi şah əbəlfəz kimi nökər yaraşar. Sən kimi şah əbəlfəz kimi nökər yaraşar. Dedi Əbəlfəz, bürcü möhnətdəki ulduzlarımın vay gününə, sayənə daldalanan qızlarımın vay gününə. Qorxulu çöldə adamsızlarımın vay gününə, vay gününə. Gözəl Abbas dolub, gör necə qan gözlərinə. Hər baxış xoşdur, Hüseynin desə can gözlərinə. Zindəgidə sən idin, ləzzəti ruzu şəbimin. Tək mənim yox, gözü səndə idi, gözəl Zeynəbimin. Qoydu həsrət bacını, cəbr zaman gözlərinə. Dedi qardaş o qanlı gözləri aç bir mənə bayaq. Açmağa gözlərimi yoxdu dedi çara ağaya. Bir gözüm tir cəfa ilə olub yara ağa. Bir gözüm də utanır baxsın o ruxsar ağa. Çünki mən bir ömrü iki göz ilə baxmışam sənəyə. Göz doyumuyub yenə o dilaram əlindədir. İndi bu bir göz ilə özündən necə doyuyum. Naqis gözüm öləndə də Mövlam əlindədir. Ay aman 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 aman. Naqis gözüm öləndə də Mövlam əlindədir. Ahəm bir əmud eyləsinə baş nə çətindir. Qəhrəndəyə bir sinəyə min daş nə çətindir. Qardaş qabağında ölə qardaş nə çətindir. Ay qardaş qabağında ölə qardaş nə çətindir, nə çətindir. Avara qalmışam Əbəlfəz, oturum ya durum gedim.
Sed para neşini indi mən kimə tapşırım gedim ay qardaş, ay qardaş. Söz eşeği ləhnu ələmdar, imdə dağdaş səslənir. Heç mənə qardaş deməzdi, indi qardaş səslənir. Gəl ay qardaş, gəl ay qardaş, gəl ay qardaş. Əbəlfəz demirəm bu təlli, sən ilə bircə aşaydıq. Demirəm üzün üzümə bir ağlaşaydıq. Deyirəm əbəlfəz, kaş ki uzun qolların olaydı. İki qardaş bir qucaqlaşaydıq, bir qucaqlaşaydıq, bir qucaqlaşaydıq. Ay aman, 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 aman. Ay aman, aman, aman. Ey mənim yoldaşım, qan olub göz yaşım. Ey mənim yoldaşım, qan olub göz yaşım. Bükülüb qamətim, dur gözəl qardaşım. Dur Hüseynin qalıb tənha əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Dur Hüseynin qalıb tənha əbəlfəz. Gəldi balinine Zəhra əbəlfəz. Gözəl arxamilim, yandı qəmdən dilim. Dur əlimdən yapış, sındı qardaş belim. Eylədim məhşəri, bərpa əbəlfəz. Eylədim məhşəri, bərpa əbəlfəz. Dur ayağa gedək, can ya əbəlfəz. Dur Hüseynin qalıb tənha əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Pozulub gülşənim, bir kəsim yox mənim. Pozulub gülşənim, bir kəsim yox mənim. Mən sənə ağlıram, əl çalır düşmənim. Məni bu ərsədə ağlatma qardaş. Gülüşür düşmənim, dur yatma qardaş. Gülüşür düşmənim, dur yatma qardaş. Dur Hüseynin qalıb tənha əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Bağlanıb yolların, kəsilib xolların. Suyun üstə düşüb uzun qolların, uzun qolların. Düşmənin hiyləsi qan etdi əşkin. Olmadı qolların, oxlandı məşkin. Xeymədən agiran, qızların xunfişan. Əl duada durub, tək-təki bağrı qan, tək-təki bağrı qan. Dur Hüseynin qalıb tənha əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Gəldi balini və Zəhra əbəlfəz. Əbəlfəz, əbəlfəz, əbəlfəz.
çox təşəkkür edirik sizə. Allah səsinizə qüvvət versin. Minnətdarıq sizə. Minnətdarıq sizə. Təşəkkür edirik. Allah var eləsin sizləri. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla ümumbəşəri fenomendir. Qonaqlarımız isə ilahiyyatçı Təbriz Qasımov və Əhlibeyt məddahı Araz Ərəblidir. Təbriz bəy, söhbətimizin davamında istərdik bir maraqlı məqama toxunaq. Çünki adətən həm dindar kəsimin arasında, həm qeyri-dindar kəsimin arasında Kərbəla vaqiəsi, Məhərrəm ayı, Səfər ayı bu kontekst deyiləndə zehinə sanki gəlir ki, bu ancaq dindarlara aid bir şeydir. Və dindarlar tərəfindən daha çox öyrənilməyə çalışır. Təbii ki, qeyri-dindar kəsimdən də maraq böyüdür, hətta ehtiram da var. Amma bütün bu faktorları nəzərə alsaq, Kərbəla vaqiəsi öz-özlüyündə inancılı olmayan və ya dindar kəsimin nümayəndəsi olmayan şəxslər üçün nə cür əhəmiyyət daşıyır və nə verə bilər onlara? Bu hansısa mesajın auditoriyasını müəyyən etmək üçün mesajın məzmununa baxmaq lazımdır. Bəli. Ki bu mesajın miqyası nə həddədir? Əgər bu mesaj ancaq məzmun, dini məzmundursa, bunun təbii ki, auditoriyası ancaq dindarlardır. Amma burada ümumbəşəri dəyərlər varsa, onun auditoriyası da artıq bütün insanlara şamil olacaq. Bayaq qeyd elədiyimiz kimi, Kərbəla hadisəsində təkcə dindarları maraqlandıran məsələlər yoxdur. Burada ümumbəşəri mesajlar var. İndi biz hamımız mətbuatda bunu tez-tez görürük. Bunu iki ərəbin davası kimi təqdim edənlər var. Bu çox acınacaqlı bir şeydir. Bu ya bilərəkdən bu propaganda aparılır, təbliğat aparılır, ya da bilməyərəkdən. Nəyə görə? Çünki baxın, müasir dövrdə elədir ki, dünyanın o başında hansısa bir hadisə baş verir. Dünya hər yerində müzakirə olunur. Niyə? Çünki o hadisə önəmli bir hadisədirsə və bütün insanları maraqlandıran bir hadisədirsə, o zaman ona biz demirik ki, 2 dənə Hindli orada mübarizə apardı, 2 dənə İngilis burada mübarizə apardı. Məsələn, 8 Mart Qadınlar Günü qeyd edirik də. Bunu niyə bütün qadınlar, bütün dünya qeyd edir? Halbuki hadisə konkret bir yerdə baş veribdir. Çünki o mesaj böyükdür. Onun içərisindəki mesaj təkcə o cəmiyyətin qadınları üçün deyildi. O bütün qadınlar üçündür. O bütün qadınları ehtiva edən bir mesaj verirdi. Ona görə məsələn Qadınlar Günü kimi qeyd olunur. Aydındır. Burada da məsələ o məsələdir. Burada azadlıq məsələsidir, insanlıq məsələsidir, dəyər məsələsidir. Siz dəyər məsələsini, o insanlıq məsələsini gətirib hansısa bir millət kontekstində müzakirə etsəz, burada ya siz təəssübkeşsiz, qərəzliyə yanaşırsınız məsələyə, ya da o məsələdən lazımca anlayışınız yoxdur. Mən düşünürəm ki, bizim o cəmiyyətdə adətən o qədər anti-İslam təbliğatları gedir və xüsusilə bu 70 illik Sovet dövründəki o kommunizm, anti-İslam təbliğatını nəzərə alsaq, mən düşünürəm ki, bizim cəmiyyətdə lazımınca insanların belə deyim, məlumatı yoxdur. Nəyə görə? Çünki insanlar o mesajı, o mətni, o hadisəni lazımınca tədqiq eləsələr, araşdırsalar, görək ki, orada ümumiyyətlə ərəb məsələsi yoxdur. Yəni İmam Hüseyin orada Yezidlə biz ərəbik, gəl hakimiyyət uğrunda dava eləyib, belə bir şey yox idi ki. Və ümumiyyətlə orada ərəbçilik, qəbiləçilik bu məsələlər müzakirə olunurdu. Orada haqq, ədalət məsələsi müzakirə olunurdu. Orada azadlıq məsələsi müzakirə olunurdu. Orada insanların taleyi müzakirə olunurdu. Və təbii ki, bugün dünyanın bir çox yerlərində bu məsələlər müzakirə olunur və hərəsinin bir stimulu var. Hərəsinin istinad elədiyi bir hadisə var. Düzdür, istənilən xalqın, belə deyək, azadlıq simvolu olan müəyyən şəxslər var ki, onlar digər millətlər tərəfindən də qəbul olunur. Məsələn, bayaq adını çəkdiyimiz Bhagat Singh, düzdür. Bu Bhagat Singh elə bir şəxsdir ki, bunu təkcə hindlilər bunu təzim eləmirlər. Bunu bütün azadlıq sevər insanlar tutalım. Onun haqqında məsələn, müəyyən hadisələri danışırlar, incəlirlər, təhlil edirlər, barəsində filmlər çəkirlər, barəsində proqramlar hazırlayırlar, nə bilim, verilişlər hazırlayırlar, yazılar yazırlar, kitablar yazırlar. Bu nə üçündür? Bu sırf İngilis-Hindistanlı mübarizəsi idi bu. Əgər biz desək ki, bu bir dənə Hindistanlı, bir dənə İngilisin mübarizəsi idi, adama gülərlər. Adama deyirlər ki, sən hadisəyə çox cılız yanaşırsan. Niyə? Çünki burada o Hindistanlı İngilis mübarizəsinin kontekstində, timsalında bir azadlıq mübarizəsi var idi. Və nə qədər insanlar ondan ilhamlanaraq azadlıq hərəkatına başladılar. Yəni bu hadisədə, Kərbəla hadisəsi də bu cürdür. Burada ümumbəşəri bir dəyər var. Burada bütün insanlara ötürülən bir mesaj var
ki, zalimin müqabilində, fasiqin müqabilində, insanların haqqını tapdalayan şəxslərin müqabilində, ədalətsizliyin müqabilində insan nə etməlidir? Yəni, azadlığını qorumağı bacarmalıdır, haqqını tələb etməyi bacarmalıdır və bunun da metodologiyasını imam qeyd edir. Yəni, iki cürdür bu. Ya danışıqlarla bunu həll edirsən, müzakirə edirsən, qarşı tərəfə izah edirsən ki, bax, sənin tutduğun bu iş yanlışdır, sənin gördüyün bu iş yaxşı deyil, bu cəmiyyətin taleyini, müqəddəratını mənfi və negativ yöndə təsir edir ona. Gəl bu işdən əl çək. Əgər qarşı tərəf bunu başa düşürsə, o zaman səhvini etiraf edəcək və düzəldəcək. Bu ən yaxşı, ən rahat yoldur ki, burada çox dağıntı olmur. Bəli. Amma qarşı tərəf əgər bunu başa düşmürsə və öz səhvində israr edirsə və şiddətə belə deyək, müraciət edirsə, əl atırsa, o zaman qarşı tərəf nə etməlidir? Artıq burada fədakarlıq eləməlidir. O şiddətin müqabilində yeri gələndə canını verməklə, malını verməklə, yaxınlarını verməklə nə etməlidir? O azadlığı almalıdır. Ona görə həmişə nə deyirlər? Deyirlər ki, azadlıq verilmir. Azadlıq nə deyil? Alınır. Baxın, bu bir qaydadır. Bunu biz tutalım hansısa bir hadisənin kontekstində görəndə təkcə o hadisə ilə məhdudlaşdırmırıq. Bəli. Eynilə Kərbalada da uçurdu. Kərbalada o hadisəni görəndə biz əgər desək ki, bu ancaq bu hadisəni məhdudlaşdırsaq, desək ki, bu ancaq bu tarixə məxsusdur, bu insanlara məxsusdur, bu cılız yanaşma olar, bu səthi yanaşma olar. Ona görə Kərbala mesajları ümumbəşəri mesajlardır. Bugün dünyanın bütün, yəni hətta Hindistan azadlıq hərəkatından Qandilər özü belə İmam Hüseynin hərəkatından Kərbala hadisəsindən təsirlənmişlər və bunu da etiraf edirlər ki, o azadlıq hərəkatı necə onlara stimul veribdir. Yəni, bu belədir. Yəni, buna bu cür baxmaq lazımdır. Və bayaq dediyim ədalət məsələsi təkcə sosial məsələlərdə deyil. Məsələn, ədalət məsələsini düşüncəyə daşımaq lazımdır, təfəkkürə daşımaq lazımdır, mətni analizə daşımaq lazımdır. Yəni, insan bəzən mətni analiz edəndə də ədalətsiz davrana bilir. Bəzən mətnə də zülm edə bilir, hadisələrə zülm edə bilir. Ona görə biz əgər bu hadisəni iki ərəbin davası kimi təqdim eləsək, biz o hadisəyə zülm eləmişik, biz o mətnə zülm eləmişik. Ədalətli yanaşma bunu tələb edir ki, sən o kontekstdən düzgün nəticə çıxarasan, o iştirakçılar nəyi insanlara mesaj ötürmək istəyirlər, onu doğru düzgün insanlara çatdırsan, o zaman sən ədalətli bir mövqe qoymuş olarsan ortaya. Təbriz bəy, çox təşəkkür edirik təfərrüatlı cavablamaya görə. İnanırıq ki, tamaşaçılarımız üçün də bir aydınlıq olacaq, bir işıq ucu görünəcək ki, bu məsələdəki nə cür yanaşmanın həqiqətən də təsiri, faydası daha çox ola bilər və kompleks yanaşma lazımdır. Minnətdarıq sizə. Arız bəy, söz yenidən sizdədir. Sizin ifanızı dinləmək istərdik. Allah Allah, bu Hüseyn kimdir belə şahlıq edir? Allah Allah, bu Hüseyn kimdir belə şahlıq edir? Baxıb Allah sözünə aləmə sultanlıq edir. Baxıb Allah sözünə aləmə sultanlıq edir. Aləmə sultan Əbi Əbdillah, can sənə qurban Əbi Əbdillah. Aləmə sultan Əbi Əbdillah, can sənə qurban Əbi Əbdillah. Bu Hüseyn kimdir ki, gün tək dolanıb batmayacaq? Həşrə tək canlıdır, qarə ələmi yatmayacaq. Bu Hüseyn kimdir ki, eşq əhlinə peyğəmbərdir? Elə rəhbərdir ki, sərneyzə ona mənbərdir. Elə rəhbərdir ki, sərneyzə ona mənbərdir. Aləmə sultan Əbi Əbdillah, aləmə sultan Əbi Əbdillah, can sənə qurban Əbi Əbdillah, can sənə qurban Əbi Əbdillah. Bu Hüseyn kimdir ki, ləbxəndi vurur qatilinə? Bu Hüseyn kimdir ki, ləbxəndi vurur qatilinə? Neçə yol var yoxunu bəzlilədi sahibinə?
Bu Hüseyin kimdi şefaat tacına layık olup, eşki halk eyleyen Allah da ona aşık olup, eşki halk eyleyen Allah da ona aşık olup, aleme sultan Ebi Abdillah, aleme sultan Ebi Abdillah, can sana kurban Ebi Abdillah, can sana kurban Ebi Abdillah. Eğer istersen olsun, eğer istesen olsun cemalim mene sari Hüseyin, niye kıble gezirsen yıkıl mektele sari. Yaran çoktu Habibim, üzü üstünde sürünmeye, verim Kəbiyə emri, dolansın sənə sari, sənə sari. Ay aman, ay aman, ay aman, ay aman. İzzetin dəhrdə bir həmtadi, cudu bəxşu kərəmin dəryadi. Hüseyin gül adından hamılar ləzzət alır, çün anayan Fatime-i Zəhradir, çün anan Fatime-i Zəhradir. Çox təşəkkür edirəm sizə, var olasınız. Hər birinizə təşəkkür edirik. Təbriz bəy, sizin çıxışınıza görə, təfərrüatlı cavablanmalarınıza görə, mövzunu ümumiyyətlə təfərrüatına vardığınıza görə və sizə də Araz bəy, könül oxşayan çıxışlarınıza görə minnətdarlığımızı bildiririk. Dəvətimizi qəbul edib gəlmişsiniz, var olasınız. Təşəkkür edirəm, minnətdarlıq sizə. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəallı Allah hər birimizə Kərbəla vaqiəsinin həm insani, həm dini, həm ictimai hər bir cəhətini ən gözəl şəkildə ümumbəşəri mesajlarını fəhm etməyi, dərk etməyi və həyatımızda yaşamağı nəsib etsin. Növbəti buraxılışlara dək Allah amanında.